Salam dostlar. Bugünkü danışacağım nağılın adı Ayı ve Şirdir. Ayı ve Şir, müəllifi Abbas Səhhətdir. Bu iki heyvan hem yırtıcı hem de acgözdülər. Onlar ovladığı dovşanı bölə bilmirdilər. Şir ve ayı çok dalaşdırılıraq taqətdən düşdülər. Bunu görən tülkü istifadə edib dovşanı götürüb apardı. Dostlar, acgözlüyün axırı belə bitir. Sağ olun dostlar. Növbəti nağılımızda görüşənə dək.